أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثارهم وكل شيء نحصينه في إمام مبين صدق الله العلي العظيم الصلوات. Bugün elə bir şəxsdən danışacağıq ki, hamımız o şəxsin heyranıyıq. Bugün İmam Həsən əleyhissalamın oğlu Həzrəti Qasım əleyhissalamdan danışacağıq. İmam Hüseyn əleyhissalamın qardaşı oğludur. O hicrətin təxminən 47-ci ilində dünyaya gəlmiş və Kərbəla hadisəsində Kərbəla hadisə zamanı 13-14 yaşlarında idi. Atası İmam Həsən əleyhissalam şəhadətə çatdıqdan sonra İmam Hüseyn əleyhissalam Həzrəti Qasım əleyhissalamı himayə etmişdi. Həm elmi, əxlaqi, təqvani və həm də cəsarəti, şücaəti, mərdliyi İmam Hüseyn əleyhissalamdan öyrənmişdi. Bir sözlə desək, İmam Hüseyn əleyhissalamın tərbiyəsi ilə tərbiyələnmişdir. Ki, İmam Hüseyn əleyhissalamın tərbiyəsi ilahi tərbiyədir. Çünki Həzrəti Peyğəmbər sallavatullahın nəvəsi idi. Həzrəti Peyğəmbər əleyhissalam da bizim əxlaq nümunəmizdir. Əxlaq göstəricimizdir. Həzrəti Peyğəmbər sallallahu bizim meyyarımızdır. Həzrəti Qasım əleyhissalam həm mərdliyi, şücaəti ilə və həm də sevgisi ilə Kərbəla hadisəsində xidmət göstərmişdir. Aşura günü Həzrəti Qasım əleyhissalam döyüş meydanına getmək istəyir. Amma əmisi İmam Hüseyn əleyhissalam icazə vermir. Səbəb də bu olur ki, yaşı az olur. Yaşı az olur deyə icazə verir. Bugün Qasım əleyhissalam gənclərimizin, yeniyetmələrimizin rəmzi simvol olmalıdır. Çünki Qasım əleyhissalam öz əmsinə necə bağlı biri idi. Necə xidmət göstərirdi. Biz də gərək öz əmlərimizə, dayılarımıza bu cür xidmət göstərək. Çünki dedik axı, onlar bizim meyyarımızdır. Bəzən qardaş oğlu olsun, bacı oğlu olsun, əmi ilə, dayı ilə danışıq tərzi sanki öz yaşlının danışıq tərzi. Səmimiyyəti gözəldir. Amma bəzən ərköyünlüyü ilə bədəxlağı ayırt eləyə bilmirlər. Amma gərək əmi də əmi olsun da. İndi bu tərəfi deyirik, gərək bu tərəfi də deyək ki, əmi də böyük alimlərimiz deyər ki, əmi ata yarısıdır. Ata yarısıdır. Xala isə ana yarısıdır. Əmi öz balaları ilə qardaşının balalarının arasında gərək fərq qoymuyor. Bunun sorğu-sualı var. Gərək fərq qoymuyor. Və öz sevgisini o qədər göstərək ki, öz qardaşı oğlu hiss eləsin ki, həqiqətən əmim məni istəyir. Və sənin xidmətində qalsın. Məsələ budur. İmam Hüseyn əleyhissalam az yaşı olduğuna görə icazə vermir. Hər nə etsə, hər nə desə də Həzrəti Qasım əleyhissalam yenə də İmam Hüseyn əleyhissalam yox deyir. Həzrəti Qasım əleyhissalam onda bir məktubu gətirir. Bəzən vəsiyyətnamə də deyirlər, biz məktub deyək. Məktubu gətirir, əmsi İmam Hüseyn əleyhissalama verir. Deyir, bu atamdan məktubdur ki, bunu sənə Kərbəla hadisəsi vaxtı verir. Allah bizə ləyaqət versin ki, İmam Həsən əleyhissalamın qardaşı İmam Hüseyn əleyhissalamın yazdığı məktubu həm qulaq asa bilək, həm qəlbimizə təsir qoya bilsin inşallah. Məktubda bu cür yazılır. Əziz qardaşım Hüseyn, oğlum Qasim sənə əmanətdir. Kərbəla günü sənə kömək etmək istədikdə onu bu fəzilətdən mərhum etmə.
Qoy o da Allah yolunda şəhadətə çatanlardan olsun. Bu məktubu İmam Hüseyn əleyhissalam görür və qardaşının xəttini də tanıyır. Ondan sonra Həzrəti Qasım əleyhissalama sual verir. Hə, yaxşı demir. Hələ sual verir. Deyir ki, ey oğlum, ölüm sənin nəzərində necədir? Həzrət Qasım əleyhissalam cavab verir. Əhya minəl əsəl. Baldan da şirindir. Bu cavab onun imanının, Allah yolunda fədakarlığın və şəhadət eşqinin ən gözəl təzahürüdür. Hətta döyüş paltarı, bilirsiniz də, İmam Həsən əleyhissalamın paltarını verirlər ona, döyüş paltarını verirlər. Döyüş paltarı da ona böyük olur. Çox böyük olur. Amma bunu ilə belə təbəssüm eləyə-eləyə o paltarı geyinir. Ki, mən də bu müharibədə iştirak edəcəm və mən də şəhadətə yetişəcəm. Döyüş meydanına daxil olarkən belə rəcə soxdu. Əgər məni tanımırsınızsa, bilin ki, mən Həsənin oğluyum. Peyğəmbərin seçilmiş nəvəsinin övladıyım. Bu Hüseyn susuz qalmışdır. Halbuki insanlar ona su verməkdən çəkinirlər. Həzrət Qasım əleyhissalam İmam Hüseyn əleyhissalama xidməti tək qardaşı oğlu idi deyə yox. Həm də onun zəmanəsinin imamı idi. Beyyət edirdi. Zəmanəsinin höccəti idi. Höccətinin xidmətində idi. Bax, məsələ budur. Biz də gərək zəmanəmizin imamının xidmətində qalmaq istəyiriksə, mütləqdir Qasımın həyatına diqqət edək. Mütləqdir. Hər zəmanənin öz höccəti var. Bizdən öncəkilərin həyatına baxmalıyıq ki, biz də öz həyatımızda bir neçə dəyişiklik etməyi bacaraq. Və Allah yolunda fəna olmağın ən uca nümunəsini Həzrəti Qasım əleyhissalam göstərdi. Həm qardaşı oğulluğu kimi və həm də höccətin xidmətçisi kimi. Bəzən xidmət göstərmək çox çətindir ya, əzizlərim. Diqqət eləsəz elə məsciddə xidmət göstərmək çətindir. Bəzən mən xidmətçilərə deyirəm, bəzən məscidin özündə xidmət göstərmək, xidmət paltarını geyinmək özü bir məhsul, özü bir məhsuliyyət tələb edir ki, sən məhsuldar şəxsən. Gərək o formanın, o xidmətçi paltarının, necə deyərlər, haqqını ödəyə biləsən. Ləyaqətlə ödəyə biləsən. Hər kim nə desə, düz deyir. Sən xidmətini göstər. Çünki sən ilahi eşqə xidmət göstərən şəxsən və bura gələnlər isə ilahi ibadətə gəlirlər. Onlar ibadət və itaət üçün gəlirlər. Onların gəlişləri bir bərəkətdir. Və sən də gələnlərin, gedənlərin xidmətində mütləqdir xidmətçi kimi qalasan. Əgər xidmət göstərə bilmirsənsə, hələ xidmət öyrən. Tez can atma paltarı geyinməyə. Çünki bilməzsən nə edərsən. Yanlış işlər görərsən. Ona görə Həzrəti Qasım əleyhissalamın həyatı o bir günlük Kərbəla müsibətində, o bir günlük şəhadəti bizlərə bir ömürlük dərsdir. Bunu gərək anlayaq. Həzrəti Qasım əleyhissalam əmiyə yox, Allahın höccətinə xidmət edirdi və İmam Hüseyn əleyhissalam da onun dəyərini, qiymətini hər bir şəxsə göstərirdi. Allahın yer üzündəki höccəti və hidayət qapısıdır bu İmam Hüseyn əleyhissalam. Bunu anlayaq əzizlərim. Milyonlardan insan Ərbəyinə səmt gedirlər. Nəcəfdən Kərbalaya üz tutub, öz höccətinə tərəf gedirlər. Allah gedənlərin ziyarətini qəbul eləsin və arzusunda olanlara nəsib eləsin inşallah. Bu niyyətə bir salavat ki. Gedənlər də bilməlidir ki, mən hara gedirəm? Kimdir o? Və mənim eşqim sadəcə piyada yeriməkdirmi? Onun özü də bir eşq deyə söz yox. Amma o mahiyyəti ki, anlayasan.
bir mahiyyəti ki, anlayasan. Bax, məsələ budur. Və hər bir şeydə İmam Hüseyn əleyhisselamın Kərbəla məktəbində qeyd olunub. Yetər ki, burayla istəyə biləsən, bacarasan buranı. Hər çətinlikə dözə biləsən. Hər çətinlikə dözə biləsən. Niyə? Çünki bunu birinci Allah istəyir. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, Bismillah. De, mən bu günə görə sizdən yaxınlarıma məhəbbətdən başqa bir mükafat istəmirəm. Şura surəsi 23-cü ayəsindədir. Məhəbbətdən başqa bir şey istəmirəm. Allah özü deyir ki, mən istəyirəm, məvəddəh deyərlər də ona, məni istəyirəm ki, sən onlara məhəbbətdən başqa bir şey etməyəsən. Amma məhəbbətin də xalis olsun da. Bu yol çətin yol daxı. Hər an yarı yolda azara düşə bilərsən, bezara düşə bilərsən, xəstə düşə bilərsən, ayaqların şişə bilər, sənə tənə vura bilərlər, gülə bilərlər. Hər şey ola bilər. Amma gərək eşqini zədələməyəsən. Çünki zədələməyə icazə verdinsə, o cüzidir. Zədələməyə icazə verdinsə, o səndə əbədi qalacaq. Onun bərpası çətindir. Həzrəti Qasım əleyhisselam sevgisi qohumluq sevgisi deyil. O, imamətə və vilayətə bağlılığın təcəssümüdür. Əgərləri imamətə və vilayətə bağlılıq təcəssümü varsa, orada bir dənə özünü unutmaq məqamı var. Bir dənə də onu bacarasan. O sevgidə gərək özünü unudasan. Yəni, hər şeyi gözə alasan. Bu məclislər o məclislərdir ki, gərək hər şeyi gözə alasan. Bütün çətinlikləri, bütün maniyələri gərək gözə alasan və səbirlə o maniyədən keçə biləsən. Məsələ budur. Böyük ariflər deyir ki, insanın mənəvi yüksəlişin zirvəsi öz mənindən keçməsidir. Mən demək var ya, ənə. Mən deməyindən gərək keçəsən. Bir dəfə də qulaq verəsən ki, höccət nə deyir? Bir dəfə də qulaq verəsən ki, imamətin nə deyir? Onun tövsiyəsi nədir? Kərbəlada Qasım əleyhisselam öz gəncliyini, öz arzularını və öz həyatını düşünmədən bütün istəklərini, bütün arzularını və gələcəyini, həyatını İmam Hüseyn əleyhisselamın öz höccətinin şəninə verdi. Çünki höccəti bu cür istədi ona görə. Səndə var o. Hazırsan? Sən də hazırsanmı Qasım kimi öz höccətinin əmrinə tabi olasan? Hazırsan? İnşallah hamımız hazırıq. Bu hal Allah vəlisində ərinmək adlanır. Allah vəlisində ərimək adlanır. Gərək əriyəsən. Yəni, insan öz istəklərini imamın istəklərində yox etsin. Ya imam, mənim istəyim yoxdur. Sən nə istəyirsənsə, mən onu istəyirəm. Çünki sən nə istəsən, məndən yaxşısın, mənim üçün istəyərsən. Mən sənə aşiqəm və sənin ailəvin məhəbbəti qəlbimdədir. Sən nə istəyirsən, mən də onu istəyirəm. Bir dənə o söz deməyi bacaraq. Və Həzrəti Qasım əleyhisselamın gənclərə bir dərsi var. Bu hadisədə, çünki Kərbəlanın özü bir məktəbdir. Və Kərbəlada şəhid olanlar isə hərəsi bir müəllimdir, bir ustaddır. Biri danışığı ilə, biri gəncliyi ilə, biri qocalığı ilə, biri şəhidlik məqamına yüksəlişi ilə, biri su gətirməyi ilə. Bunlar hamısı bir dərsdir. Qasım əleyhisselamın da gənclərə verdiyi bir dərs var. Birinci budur ki, ölümü baldan şirin görməkdir. Ölümü baldan şirin görməyin sirri budur ki, bu söz ölüm sevgisi deyil. Bu Allahın razılığına çatmaq üçün can verməyin şirinliyidir. Bu o şirinlikdir ki, şəhadət məqamına çatacam
və bu yolda Allahın razılığına çatmaq üçün canından keçməyə hazır. Allah ilk öncə Azərbaycan şəhidləri ruhunu şad eləsin. Gör, nə qədər onlar ya Hüseyn, ya Əli deyərək düşmənin qarşısında sipər kimi dik qalmağı bacardı. Bütün şəhidlər bizim iftixarımızdır. Ruhlarına salavat zikr edək. O gənclər ki, şəhid oldular, o gənclər ki, gözlərini qırpmadan dik dayanmağı bacardılar, bunun özü bir məktəbdir. Bax, Qasım əleyhisselamın bizə öyrətdiyi birinci ölüm baldan şirindir sirri budur. Ariflərin nəzəriyyəsinə görə Allahın dostuna qovuşmaq eşqi dünyadan ayrılığa asanlaşdırmaq deməkdir. Əgər Allaha eşqin saf ixlasdırsa, bu həyatdan ayrılığın asan olacaq. Asandırsa, deməli sən Allahın sevimli bəndələrindənsən. Bu günlərdə biz bunu öyrənməliyik ki, Allahın razılığını necə əldə edək? Və qəlbin Kərbəlaya necə bağlanır? Necə bağlanır? Və həqiqətən istəyirsənmi Kərbəlanı? Dözə bilərsənmi? Hər adam o Kərbəlanın səhnəsinə dözə bilməz. Bir gün bir nəfər Allaha isyan kimi şikayət eləyərdi ki, ilahi, nə üçün məni Kərbəla vaxtında İmam Hüseyin əleyhisselamın yanında yaratmadın? Mən də imama xidmət eləyərdim. Bu duanı eləyir. Allah nə üçün məni Kərbəlada yaratmadı? Allah nə üçün məni o zamanda yaratmadı? Günlərin bir günü yatır. Yuxuda görür ki, bir çölləmədədir və oxlar neyzələr gəlir. Hələ bir tərəfdən gəlir. Və anlayır ki, bu Kərbəla səhnəsidir. Kərbəladadır. Azan vaxtı olur, sipər çəkirlər ki, imam namazı qılsın. Bütün sərkərdələr, bütün əskərlər sipər qurur ki, imam namazını qılsın. Oxlar da gəlir. Oxlar da gəlir, dayanmır. Azan da gəlir, salavat zikr edək. O suları xütbədən sonra paylayarsın. Və bu oxlar görür biri yanındakına dəyir, yıxılır yerə, görür bir dənə nizə birinə dəyir, yıxılır yerə, bir dənə də ox düz buna istiqamət gəlir. Baxır imam namaz qılır, ox da buna səmt gəlir. Qalır oxla imamın arasında. Ox gəlib buna yetişəndə çəkilir, ox dəyir imama. O ilə də ayılır yuxudan. O yuxunun adı yoxdur. O ilə də yuxudan ayılır. Və bir ömür tövbə eləyir ki, ilahi, mən sənə yanlış dua eləmişəm, məni bağışla. Mən hazır deyildim. Hələ bir yuxuda sən bir oxla imamın arasında qalmışsan. Reallıqda nə edərdin? Gəlin bugün özümüzə sual verək. O yuxunu biz görsəydik, hələ reallığını istəmirəm. O yuxunu biz görsəydik, ox bizə səmt gəlsəydi. Biz onun kimi olmazdı, biz oxu verərdik. Sinəmizə oxun gəlməyini gözləyərdik. Allah bizi o kəslərdən qərar versin. Bu bir çətin mənzərədir. Əsasən də gənclər, Həzrəti Qasım əleyhisselamın həm özündən böyücə əmisinə, dayısına necə hörmət və ehtiram etməyi öyrədir. Siz də o cür öyrənin. Fərq eləməz doğma əminiz, dayınız olsun. Böyük bilib, böyüklük eləyənlərin də gərək xidmətində qalmağı bacarasın. İkinci budur ki, Həzrəti Qasım əleyhisselam sənə öyrədir ki, öz höccətvin xidmətində düzgün dayan ki. Öz istəkləri və arzuları imamın arzularına sizinlə qərq elə geçsin. Çünki bu Kərbəla məktəbi yandan, qıraqdan baxanlara çox asandır. Yaşayanlar üçün yox. Bir nəfər mənə danışırdı. Özü də elə buradadır. İcazəsini də almışam. O da həmişə sinəsinə vurub mənəm deyirdi ki, mən ağamın xidmətindəyim. Və Kərbəlada mən olsaydım, bu cür edərdim. Məsələ gəldi, çatdı İmam Hüseyin əleyhisselamla
Əbəlfəzin qardaşlıq eşqinə və o çölləmədə yaşanan anlara və bir növ desəm, özü yaşamaq istəyirdi o səhnəni. Və Allahdan istədi ki, mən bir də o səhnəni yaşayayım da. Uşaqlığından bir böyüdüyü dostu ilə Kərbəla ziyarətində idilər. Orada şirin anlar da baş verdi. Onunla da birgə bir acı hadisə də baş verdi. Biz ona acı deyirik də, çünki həzm eləyə bilmir yaxı. Və gəldi o məqama çatdı ki, o Kərbəlada qardaşının biri dünyasını dəyişdi. Və o biri qardaşlar başını itirdi. Qaçırdılar ora-bura. Neyniyək? Nətər eləyək? Necə eləyək? Elə belə çölləmədə dil qaldım, bilmədim neyniyəm. Dil bilmirəm. Qışqırıram onun üstünə, bunun üstünə, mənə kömək elə. Xəstəxananı başa sala bilmirəm, həkim başa sala bilmirəm. Dərdimi bir kəsə deyə bilmirəm. Bəlkə çatdırsaydım vaxtında belə olmazdı. Və s. və ilə axir. Dil mən özümü idarə eləyə bilmədim. Sən 40-50 yaşında kişi. Qardaşını itirdin, başın işləmədi. Bilmədin nə eləyəsən. Sən bir Rüqəyyə xanımı fikirləş. Gör o atasını, qardaşlarını, həmsə oğlanları, birsə oğlanları itirdi. Hara qaçdı o tikanlı səhrada. Sən bir xanım Zeynəbi fikirləş. O nə eləyə bildi? Sən xəstə İmam Zeynəlabdini fikirləş. O nə eləyə bilirdi? Gərək yaşayasan, anlayasan, dözə bilmədi. Dedi Allah, mən bu Kərbəla səhnəsində dözə bilmirəm. Mənə yol göstər. Ondan sonra bir nəfər sanki kimsə göndərmiş kimi gəldi, tez xəstəxanası idi, yardım idi, tibbi yardım falan kömək elədi. Axır Allah nəsib elədi, o qardaş elə Kərbəlada dəfn olundu. O bizim üçün şərəfdir. O bizim üçün şərəfdir. O bizim üçün dərsdir. Və o bizim üçün ibrətdir ki, Kərbəla səhnəsinin yaşamaq, Kərbəla məktəbini tam anlamaq bizlik deyil. Bu məclislərində əcri savabı nə qədərdir, onu da anlamaq bizlik deyil. Və böyük itkidir ki, insan öz qardaşı ilə, canı dildar qardaşı ilə Kərbəlayı əlveyinə gedə, onu orada qoya qayda. Orada olmağı bir şərəfdir. Ancaq hər vaxt gedib bu qardaşı bir ziyarət eləyəsən, bir qəbrin üstündə qalasan, bax, insan onu da istəyir, onu da arzulayır, o da dəli çatmır. Mən o qardaşlara arzu edirəm ki, və dua edirəm ki, Allah hər il o qardaşlara ərbəyin nəsib eləsin. Və İmam Hüseyin əleyhissalam Əbəlfəz ağa ilə birgə qardaşı Hacı Dəyanəti də ziyarət edə bilsin. Allah ömürlərin sonuna qədər qardaş qəbrindən ayrı salmasın və axirətdə Hacı Dəyanətlə birgə cənnət əhlindən qərar versin inşallah. Bu niyyətə qəlbən ixlası salavat zikr edin. Həzrəti Qasım əleyhissalamın bizə ikinci dərsi budur ki, mənəvi kamilliyin yaşı olmur. Mənəvi kamilliyin yaşda ölçüsü də olmur. Yəni, bu yaşda ölçüsü olar. İnsan bu yaşda kamilləşir. Düzdür, biz el adəti ilə deyirik, 40 yaşında kamillik yaşdır. Amma Həzrəti Qasım əleyhissalam deyir ki, öz şücaəti, yaşın məhdudiyyəti yoxdur. Onun qəlbi vilayət eşqi ilə o qədər dolmuşdu ki, Kərbəlanın ən böyük qəhrəmanlarından biri oldu. Qasım əleyhissalam Kərbəlada qılıncı ilə deyil, əvvəlcə qəlbi ilə şəhid oldu. O öz nəfsini Hüseyin əleyhissalamı təslim etdi. Sonra canını Allah yolunda fəda etdi. Və nəticə də budur ki, Kərbəla bizə öyrətdi ki, həqiqi xidmət yalnız fiziki yardım ilə deyil,
ən böyük xidmət haqq imamının yolunda öz istəklərindən keçməkdir. Bunu gərək bacarasan. Həzrət Qasım əleyhissalam həyatına baxsaq, sanki bizə belə demək istəyir. Vilayət yolunda addımlayan insan əvvəl gələrsə, canını fəda etməlidir. Və fəda etdikdən sonra öz nəfsini qurban etməlidir. Çünki Hüseyin əleyhissalama xidmət edən əslində Allaha xidmət edir. Bu məclisdə xidmət göstərmək İmam Hüseyin əleyhissalamın xidmətində qalmaq deməkdir. İstər maddiyyatınla, istər mənəviyyatınla, istəyir sinə vurmağınla. Aldatmasınlar səni. Aldatmasınlar səni ki, xurafat edirsiniz sinə vurmaqla, xurafat edirsiniz Kərbəla hadisəsini yaşamaqla. Aldatmasın sizi. Çünki İmam Hüseyin əleyhissalama xidmət etmək elə əslində Allahın özünə xidmət etməkdir. Allahın ayədə buyurduğu əmrə icra etməkdir. Mən sizə məhəbbətdən başqa bir şey istəməm.